Hamınız əlinizi açırsınız, Allaha dua edirsiniz və bir qurban deyirsiniz. İlham Əliyev hakimiyyəti cəhənnəmə getsin, Qabil və Qabil sevənlərin hakimiyyəti bərqərar olsun. Bir qurban deyirəm, Allah rızası üçün. Hakimiyyətə gələn kimi mən və yaxud mən prezident oldum, dəxli yoxdur. Mən sevən, dəstəkləyən kimsə prezident oldu, dəxli yoxdur. Dərhal sizin kartınıza, hər bir ailənin kartına hər şeydən əlavə 1000 manat köçəcək ki, gelin qurban kəsin, qurban ətindən yeyin, çoxdandan dət yemirdiniz, keyf eləyin, başqa dət çəkməyin, boş xərc dərdi çəkməyin. Hər şey yolunu tapacaq. Adicə qurban üçün ilk dəfə dəstək olacaq qurban kəsin hamınız, sonradan ancaq heyvanları bəsləyəcəyik. Daha kütləvi qurban kəsməyəcəyik. Heyvanları çoxaldacağıq, kənd təsərrüfatını, heyvandarlığı, hər şeyi inkişaf elətdirəcəyik. Amma bir şans, hamı əlini açsın, dualarını eləsin və Əliyev hakimiyyətinin cəhənnəmə vasil olması, Qabil və Qabil sevənlərin hakimiyyətinin bərqərar olması və xalqın xoşbəxt yaşaması üçün qurban deyirəm Allah rızası üçün. Hər birinizin kontasına 1000 manat köçəcək. Ən güclü qüvvə bax budur. Ac, nəyinə lazım? Əziyyət çəkmirsən ki sən. Mən sənə 1000 manat verməsəm qurban kəsməyə, devlətin başına gələndə. Bütün o günahı mənim belimə olsun. Axı mən verəcəm sənə. Çox yaxşı, kreditlərini siləcəm hamısını. Bütün o gözəl binalar var, Əliyevlərin, saraylar, naziri. Hamısı tələbələrin yataqxanası olacaq, o Bakıda tələbə qalacaqsa. Bütün Bakını gözəlləşdirəcəm, Bakı Bakırların olacaq. Hər şey eləyəcəm, məktəblərdə yemək veriləcək uşaqlara. Erməni bunu eləyə bilir, biz eləyə bilmirik. Bu boyda neftdən, qazdan.